Çoxluqlar birinci sual. A çoxluğu və B çoxluğu olarsa, A birləşmə B çoxluğunun elementlərini göstərin. A birləşmə B. Burada 10, 12, 15, 18, 19, 20, 24 olacaq. Yəni hər birini əhatə etsin. İkisinin də birləşməsi. 10, 12, 15, 18, 19, 20, 24. Bu deməli Y variantına uyğundur. Y variantı. İkinci, A və B-nin kəsişməsini istəyir. Kəsişmə yəni hər ikisində ortaq olan ədədlər. Deməli, burada hər ikisində olan 15-dir və 20-dir. Deməli olacaq A kəsişmə B 15, 20. Bu da uyğundur B variantına. Sonra 3. A və B çoxluğu olarsa, A çox B çoxluğunun elementlərini göstərin. A çox B, yəni A-ya daxil olanlar, B-yə daxil olmayanlar. A-ya daxil olsun, B-yə daxil olmasın. Bu hansıdır? 12, A-da var, B-də yoxdur. 18, A-da var, B-də yoxdur. Oldu 12 və 18. Bu da A variantına uyğundur. Dördüncü. A və B olarsa, B çıx A çoxluğun elementlərini göstərin. Yəni, B-də olsun, A-da olmasın. Yəni, 10, B-də var, A-da yoxdur. 19, yenə B-də var, A-da yoxdur. 24. Oldu, B çıxılsın A. Bura daxildir. 10, 19, 24. Bu da D variantına uyğundur. 5-də C və B çoxluqları verilib. C çıx B çoxluğunu istəyir. Yəni, C-yə daxil olsun, B-yə daxil olmasın. 8 və 9. C-də var, ancaq ki, B-də yoxdur. 8 və 9 Y variantına uyğundur. 6. C və B çoxluqları verilib. C çıx B çoxluğunu istəyir. C-yə daxil olsun, B-yə daxil olmasın. 6, 8, deməli 18. 6, 8, 18. Yalnız C-də var. Bu da A variantına uyğundur. 7. K çoxluğunun elementlərində neçəsi 11-ə tam bölünür? 11-ə bölünənlər 22-dir, 11-dir, 99-dur, 121-dir və bu qədər. 4-dür. 1, 2, 3, 4. 4-dür. Bu da B variantına uyğundur. 8-də A çoxluğunun alt çoxluqlarının sayı. Alt çoxluqların sayı 2 üstü n düsturu ilə tapılır. Yəni 2 üstü 1, 2, 3, 4, 5, 6. 2 üstü 6. Bu da bizə verir 64. C variantına uyğundur. 9. A çoxluğunun neçə alt çoxluğu var? Yenə 2 üstü n. N'in sayı 1, 2, 3, 4, 5, 6. 2 üstü 6, 64. Da C variantına uyğundur. Onda aşağıdakilərdən neçəsi verilən çoxluğun alt çoxluğudur? Deməli, boş çoxluq alt çoxluqdur. Sonra A, B, 2, 3, 5-ci alt çoxluqdur. A, B, 1, 4-cü də alt çoxluqdur. Sonra
3 alt çoxluq değil, 2 alt çoxluq değil. Çünki burada C yoxdur. Burada da balaca C yoxdur. Burada A, B, birinci, 5-ci, 6-cı və 4-cü alt çoxluqdur. Neçə oldu? 4 ədəd. 4'ü. Bu da C variantına uyğundur. C variantı onda. 11. Rənglənmiş hissəni hansı çoxluq ifadə edir? Rənglənmiş hissə A və B çoxluğu tam rənglənib, onların birləşməsini ifadə edir. Yəni 11'də A variantıdır. 11'də A variantı. Hər birinin A'ya da B'ye de daxildir. İkisinin də birləşməsidir. 12. Rənglənmiş hissəni hansı çoxluq ifadə edir? A ilə B'nin kəsişməsini ifadə edir. B variantı uyğundur 12'də. Rənglənmiş hissəni hansı çoxluq ifadə edir? Burada B çıx A ifadə edir. B'ye daxildir, A'ya daxil deyil. B'ye daxildir, A'ya daxil deyil. C variantı. 13'də C variantı, yəni B çıx A. Burada isə A çıx B'dir. Yəni A'ya daxildir, B'ye daxil deyil. A çıx B, D variantına uyğundur 14'də. 15'də şəkil əsasən A çıx B birləşir, B çıx A çoxluğun elementlərini yazın. Bunu biz hissə yazaq. Deməli 15'də. Əvvəl yazaq A çıx B-ni. A çıx B, yəni A'ya daxil olsun, B'ye daxil olmasın. Bu hansılardır? Yalnız bu hissədə olanlar. Yəni ardıcıl yazaq 2, 6, 7, 11, 8, 11, 12, 15. Bu A çıx B deməkdir. Sonra B çıx A-nı yazırıq. Yəni bu tərəfdə B'ye daxil olsun yalnız. Burada hansıdır? 1, 3, 4, 9, 14, 16, 18. Yenidir bunların kəsişməsi. Yəni hər ikisində olsun. Kəsişmə nə deməkdir? Hər ikisinə daxil olanlar. Hər ikisinə daxil olanlar. Burada boş çoxluqdur. Çünki bunların kəsişməsi yoxdur. Ortaq olan ədəd yoxdur bunlarda. Ona görə olacaq A çıx B kəsişməsi B çıx A bərabər olacaq boş çoxluq. Bu da bizdə Y variantına uyğundur. 15'də Y variantı olacaq. 16'ya baxırıq. 20'dən böyük, 50'dən kiçik olan və 6'ya bölünən ədədlər çoxluğu aşağıdakilərdən hansıdır? 6'ya bölünənlər 24, 30, 36, 42, 48. B variantına uyğundur. 16'da B variantı. 17. 10'dan kiçik sadə ədədlər çoxluğu. Sadə ədədlər çoxluğu 2, 3, 5, 7. Burada da A variantına uyğundur. 18. B çoxluğunun neçə alt çoxluğu var ki, onlardan 1 və 2 elementlər iştirak etməsin. 1 və 2'ni çıxırıq. 1 sayını tapırıq. 1, 2, 3, 4. Olur 2 üstü 4. Bu da bizdə 16'nı verir. Bu da B variantına uyğundur. 19. A çoxluğunun neçə alt çoxluğu var ki, 2 elementi iştirak etməsin. Amma 4 elementi bütün çoxluqlarda olsun. Alt çoxluq 2 üstü n düsturu ilə tapılır. İndi biz buradan 2'ni silsək qalacaq neçə? 1, 2, 3, 4. Və 4 elementi bütün çoxluqlarda olsun. Onda 2'ni də silsək, 4'ü də götürsək olacaq 1, 2, 3. 2 üstü 3. Bu neçədir? 8 verir. Deməli 8'ində
4 elementi bu çoxluqlarda yerləşəcək. Yəni olacaq 4. Sonra olacaq 5, 7, 4. Olacaq 6, 3, 7, 4. Bu cürünə 8 dənə olur. Sonra 3, 5, 7, 4. 2 iştirak etməsin, 4 hamısında olsun. Sonra deməli oldu 1, 2, 3, 4. 4'ü qaldı. 7, 5, 3, 4. Sonra 4, 7. 5, 4, 7. 2, 3, 4, 5, 6, 7. Biri kaldı. Bu da olacak. 5, 3, 4, 7. Oldu 8 tane. Bu da bizde A variantına uygundu. 20. Aşağıdaki çoxluqlardan hansı A ve B çoxluqlarının birləşməsidir? Burada birləşmə 2, 3, 5, 7. Deməli 2, 3, 5, 7, 8, 9. A variantına uygundur. 21. N, M kəsişir N-dən tapın. Bu deməli əgər A və B çoxluğu kəsişirsə və N və M çoxluğu kəsişirsə, belə bir düstur var. M'lərin sayı M üstə gəl N, N'lərin sayı çıxılsın N, M ilə N'in kəsişməsi bərabərdir onların birləşməsinə. Birləşmələrinin sayına. Birləşmələrin sayına. İndi burada biz nə tapmalıyıq? M'də olan sayı 1, 2, 3, 4, 5, 6, 7. Demek 7 üstə gəl. N'də 1, 2, 3, 4, 5, 6 elementlərin sayı 6'dır. Çıxılsın. Buna bir dənə x desək, x bərabərdir birləşmələrinin sayı. Birləşməsi nədir? Birləşməsini yazaq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Birləşməsi 1-dən 9, 0-dan 9'a qədər. Deməli 10 ədəd. Bərabərdir 10. Deməli 7 üstə 6, 13. X'də tapmaq üçün 13'dən 10'u çıxırıb. Bu da bizə 3 verəcək. Bu da oldu 3 A variantı. 21'de A variantı. Sonra 22 M çoxluğun elementləri 10'dan 22'ye qədər 10 və 22 də daxil olmaqla. K çoxluğun elementləri isə 8'də 17'ye qədər 8 və 17 daxil olmaqla. Natural ədədlərdə M və K-nın çoxluğunun kəsişməsi elementlərin sayını istəyir. Deməli, əvvəlcə verilənləri yazaq. M çoxluğu daxildir 10'dan 22'ye qədər. 10 da daxil olsun, 22 də daxil olsun. 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20, 21, 22. K çoxluğu isə deyir 8'dən 17'ye qədər. 8 də 17 daxildir. 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. Deməli neçə oldu? M və K çoxluğun kəsişməsinin elementlərinin sayı. İndi onların kəsişməsini tapmalıyıq. M kəsişir K. Kəsişmə yəni ortaq olanlar. Ortaq olanlar hansıdır? 10, 11, 12, 13, 14, 15,
16, 17. Kəsişmə oldu bunlar. Bunların sayını tapırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli oldu nə? Yazaq 10, 11, 12, 13, 14, 15, 16, 17. 8 ədəd. Deməli sayı oldu 8. Bizə də sayı istəyir, A variantına uyğundur. 23. Şəkildə birləşməni göstərin. Sahələrin birləşməsi. Görürük ki, bu qara hissə A ilə B-nin kəsişməsini göstərir. A kəsişir B. Bu da A ilə C-nin kəsişməsini göstərir. A kəsişir C. Onların birləşməsi olacaq. Bizdə hansına uyğun? B variantına uyğun olacaq. Sonra 24. Rənglənmiş hissə A çoxluğuna daxildir yalnız olacaq. Açıq B. Bu da bizdə B variantına uyğundur. 25'te el çoxluğuna bərabər olan çoxluq aşağıdakilərdən hansıdır? Bərabər dedikdə, yəni el çoxluğuna daxil olan elementlər 2, 4, 5, 7 yox. Ancaq 2, 3, 5, 7 olacaq. 2, 3, 5, 7. B variantına uyğundur. Sonra 26'da A, B və C çoxluqları verilib. A birləşir B ilə C-nin kəsişməsi olacaq 26'da. Əvvəl B ilə C-nin kəsişməsini tapaq. Yəni B və C daxil olan onlarda ortaq elementlər. Deməli burada 2 yoxdur. 3, 5, 9. Ortaq elementlər 3, 5, 9'dur. İndi deyir, A-nı onlarla birləşdir. A ilə birləşməsi, yəni buradan da A çoxluğunu yazsaq. A çoxluğu nədir? A, B, 3, 5 və 35 deyir bu. 35. Mən də 3, 5 kimi görürəm. Deməli, ortaq olan nədir burada? 35 ilə 9 imiş. 35, 9. Deməli, 35, 29. 29 deməli. Bunların birləşməsi nə olacaq? A birləşir. Deməli, B-nin ilə C-nin kəsişməsi. Bu daxildir. A, B, 29, 35 və 9. Görək cavab nədir? Çoxlu elementlərin sayını istəyir. 1, 2, 3, 4, 5. 5 ədəd. O da A variantına uyğundur. 5 ədəd. Yəni bərabərdir 5'dir. Sonra 27. 27'də A, B və C çoxluqları verilib. Deməli, A birləşir, B ilə C-nin birləşməsi. Əvvəl mötərizədə B ilə C-nin birləşməsini tapırıq. B ilə C-nin birləşməsi nədir? 2, 3, 5, 9. Deməli, 2, 3, 5, 9 və 12. İndi A ilə bunun birləşməsi. A-nı da yazsaq. A-ya daxildir 2, 13, 5, 9, 0. İndi onların birləşməsi olacaq. Bərabərdir. 2, 3, 5, 9, 0 da bərabər 0, 12, 13. Neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7 ədəd. N bərabərdir 7'dir. Bu da bizdə D variantına uyğundur.